Tbilisidə Şota Rustaveli adına Milli Teatrda Cavid Zeynallının əsəri əsasında hazırlanan Şükriyə tamaşası nümayiş olundu. İki hissədən ibarət olan dram Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnələşdirilib. Bu gün deməli Akademik Dram Teatrı ilə Tiflis Akademik Dram Teatrı arasında bağlanan 3 illik memorandum əsasında bizim kiçik bir neçə günlük qaçışma səfərimiz başlanıb və biz bu tamaşaya teatrın rəhbərindən belə qərara gəldik ki, gənc dramaturq Cavid Zeynalının Şükriyə əsəri ilə gələk. Və bizim yaxın zamanlarda olan premyeralarımızdan biridir. Eyni zamanda bu böyük Əhməd Cavadın taleyindən həsr olunsa da, amma onun həyat yoldaşı Batumda böyük boya başa çatmış, Batumda Əhməd Cavadla tanış olmuş Şükriyədir. Və onun belə deyək, ilk vaxtlar gözəl, amma sonradan məşəqqətli məhəbbətinin tarixçəsidir. Şükriyə tarixi bir qəhrəmandır, tarixi bir obrazdır. 86 il ömür sürüb, amma onun 8 il yarımını Qazaxıstan sürgünlüyündə olub. Məhəbbətin qurbanı olmuş xanımlardan biridir. Tamaşa çox maraqla qarşılanıb tamaşaçılar tərəfindən. İnanırıq ki, Gürcüstanda yaşayan həm Gürcü, həm Azərbaycan teatr sevənlərinin də xoşuna gələcək. Çünki bu unudulmayan bir tarixdir. Bu xanımların çəkdiyi əzab, əziyyət, sevgilərinə görə həmişə məşəqqətlə xatırlanır. Bu tamaşanın sosial tərəfi də var, nə olur olsun, hansı siyasi quruluşu olsun, məhəbbət deyilən bir varlıq ki, insana verilir, bu heç bir zaman tapdanmamalıdır. Və bu tamaşada mənlə bərabər Azərbaycan teatrının çox böyük aktyorları zəhmət çəkiblər, xalq artistləri Nurəddin Mehdiqanlı, Ərinur, əməkdar artistlər Vəfa Rızayeva, Mehriban Xanlarova, Münəvvər Əliyeva və başqa aktyorlar, amma əsasən xanım aktyorlar burada çoxluq təşkil edir. Cavid Zeynallının eyni adlı əsəri əsasında hazırlanmış tamaşa şair Əhməd Cavadın həyat yoldaşı Şükriyə Axundzadənin taleyindən bəhs edir. Əsərdə 1937-ci il repressiyaları dövründə qadınların yaşadıkları çətinliklər təsvir olunur. Tamaşada Azərbaycanın tanınmış sənətçiləri, xalq və əməkdar artistləri çıxış edirlər. Bu günlərim Gürcüstanda, burada Şükriyə tamaşasını oynayırıq və Şükriyə obrazında mən canlandırıram. Şükriyə obrazı çox ağır obrazlardan biridir. İndiyənə qədər oynadığım tamaşalarda Dilbər də oynamışam, amma Şükriyənin qaməti, mərd-mərdanə, dayanışığı, əyilməməsi, sınmaması, sürgün zamanı o qadına, repressiya dövründə çox qadınlar olubdur, amma o qadınların başına çox işlər gəlibdir. Yeganə qadın Şükriyə xanım olub, Əhməd Cavadın həyat yoldaşı ki, o toxunulmaz qalıbdır. O çox ağır obrazdır və bütün tamaşa boyu Şükriyənin ağırlığını daşımaq doğrudan da nə qədər çətin də olsa, o qədər də mənim üçün qürur vericidir. Və bugün burada da oynamaq, Şükriyənin öz vətənində, öz yurdunda, orada mənim gözəl bir sözüm var. Şükriyə məhəbbətinin, sevgisinin qurbanı olur. Əhməd Cavadı o qədər sevir ki, hətta 4 balası belə gözünə görsənmir. O ondan boşanmır, rahat həyatı da seçə bilərdi, amma seçmədi. O bu əzaba, əziyyətə qatlandı. Çünki sevirdi onu. Çünki öz sevgisinin qurbanı oldu. Məhəbbətinin qurbanı oldu. Orada da gözəl söz var. Şükriyə Knyaz qızı olubdu. Acar qızı olubdu, Knyaz qızı olubdu. O Şükriyə öz vətənini, öz yurdunu, öz doğmalarını, əzizlərini, atası uzun illər adını tutmayıb, danışdırmayıb Cavadla evləndiyi üçün. Amma o yenə də dayanıbdı, o yenə də son gününə qədər də Cavadın məhəbbətini ucaltdı göylərə. Belə bir qadının obrazını oynamaq mənim üçün ən böyük xoşbəxtliklərdən biridir. Hansı ki, səhnə xoşbəxtliyi bizə həyatdakı xoşbəxtliklərdən daha doğma gəlir, daha üstün gəlir. Biz bunun üçün yaşayırıq. Qeyd edək ki, tamaşa izləyicilərin böyük marağına səbəb oldu və alqışlarla qarşılandı.